Ötən videoda dedik ki, birjadakı kripto varlıqların sənin deyil. Açar sənin deyilsə, pul da sənin deyil. İndi isə sual yaranır. Yaxşı, bəs cüzdanı necə qurmaq lazımdır? Hardan başlamaq lazımdır? Bu videoda MetaMask cüzdanını həm kompüterdə, həm də telefonda necə quracağını addım-addım göstərməyə çalışacağam. MetaMask ən populyar isti cüzdanlardan biridir. Ödənişsiz və açıq mənbəlidir. Həm telefonda tətbiq kimi, həm də kompüterdə brauzer əlavəsi kimi işləyir. Xatırlayın, isti cüzdan internetə qoşuludur. Gündəlik istifadə üçün əlverişlidir. Böyük məbləğlər üçün soyuq cüzdan daha təhlükəsizdir, amma başlanğıc üçün MetaMask ən uyğunudur. Əvvəlcə kompüterdən başlayaq. Mən Chrome brauzerindən istifadə edirəm. Əvvəlcə rəsmi saytı açırıq. Diqqət edin, yalnız bu rəsmi saytdan yükləyin. Axtarışda çıxan digər saytlar saxta ola bilər. Get MetaMask düyməsinə klik edirik. Açılan səhifədə istifadə etdiyimiz brauzeri seçirik. Chrome Web Store açılır. Add to Chrome və ya Chrome-a əklə düyməsinə klik edirik. Quraşdırma tamamlandı. Brauzerinizdə MetaMask işarəsi göründü. Və belə bir səhifə açılır. İki seçim var. Mövcud cüzdanı bərpa et və yaxud yeni cüzdan yarat. Biz yeni cüzdan yaradırıq. Açılan səhifədə gizli kurtarma ifadəsi kullanın bölməsinə klik edirik. Güclü şifrə daxil edirik. Bu şifrə yalnız bu cihaz üçündür. Seed phrase ilə eyni şey deyil. İndi keçək videonun ən vacib hissəsinə. MetaMask sizə 12 söz göstərəcək. Bunlar sizin seed phrase'inizdir. Cüzdanınızın yeganə ehtiyat nüsxəsi. Bu sözləri ekran görüntüsü çəkməyin, telefona yazmayın, e-post adresinə göndərməyin, heç kimə verməyin. Kağıza yazın, təhlükəsiz yerdə saxlayın. MetaMask sizdən bu sözləri düzgün ardıcıllıqla daxil etməyinizi istəyəcək. Bu sözləri yazdığınızı təsdiqləmək üçündür. Təsdiqdən sonra kompüterdə cüzdanınız hazırdır. İndi eyni şeyi telefonda edək. Proses demək olar ki, eynidir. App Store və ya Google Play-də MetaMask axtarırıq. Rəsmi tətbiqi yükləyirik. İşarəsinə diqqət edin. Tətbiqi açırıq. Yenə yeni bir cüzdan oluşdur seçirik. Telefonda əlavə olaraq barmaq izi və ya üz tanıma ilə də qoruma əlavə edə bilərsiniz. Ancaq mən bunu məsləhət görmürəm. Yenə seed phrase ekranı gəlir. Kompüterdə nə etdinizsə eyni şeyi burada da edin. Kağıza yazın, təhlükəsiz yerdə saxlayın. Telefonda da cüzdanınız hazırdır. Kompüterdə və telefonda eyni seed phrase ilə eyni cüzdanı bərpa edə bilərsiniz. Yeni bir cüzdanınız var. Onu istədiyiniz cihazda istifadə edə bilərsiniz. Seed phrase hər şeydir. Və budur, MetaMask cüzdanınız hazırdır. İndi kripto varlıqlarınızın açarı sizdədir.